Bəli, qəlbinə nəyə yer vermişdisə, o bir müddətdən sonra təcəllə edib çöldə özün biruzə verir. Ona görə Allah Quranda buyurdu ki, Ər-Rəhman surəsində insan saxsı qabı kimidir. Yəni sən qəlbində nəyi yerləşdirəcəksənsə, bir mərhələdən sonra, bir müddətdən sonra onun təzahürü çöldə bilinməlidir. Ya danışığında bilinəcək, ya rəftarında bilinəcək, ya həyat tərzində bilinəcək. Sonra bu mövzu ilə bağlı bir əqli dəlil də stat gətirirlər ki, həqiqətən toxum gərək necə ki daxildən cücərir, bir mərhələdən sonra torpağın ağuşunda olur, görünmür. Amma yavaş-yavaş çiçəllənmək istəyəndə yerin altından belə deyək sürət götürür, gəlir yavaş-yavaş çıxır zülmətdən nura. Deyir, insanın daxili də bu cürdür. Bir müddət öz necə deyərlər mənəviyyatın sağlam toxumlarla yetişdirir, bir mərhələdən sonra yavaş-yavaş cücərməyə başlayır, inkişafa başlayır, tərəqqiyə başlayır. Həqiqətən də toxum əgər daxildən cücərirsə faydalı olur, həyat bəxş edir. Necə ki toyuğun belə deyək də reallaşması ki var, həyat bacada saxladığımız o yeyinti rasyonlarından, yeyinti heyvanlara məxsus olan o toyuqca ki saxlayırıq, belə deyək 20-22 gün öz hazırladığı yumurtaların üzərinə oturur və o vaxt gəlib çatanda yavaş-yavaş nə olur? Yumurtalara nə hansı proses edir? Yavaş-yavaş həyat bəxş verir. Yumurtanın içində olan canlı varlıq daxildən olan cücə, toyuq balası belə deyək. Daxildə ola-ola dimdik vurur çölə. Yumurtanı çartladır. Və sonda nə olur? Bu hadisədən, bu prosesdən sonra ona bir həyat bəxş olunur. Yenə görürük ki, yenə görürük oxşarlıq var ki, həmən bu ayəyə həqiqətən də toxum necə ki daxildən düzərməlidir, inkişaf etməlidir. Eynən həmən o toyuq balası da yumurtanın içində o meyyar, o mərhələ gəlib çatanda yumurtanın içindən çölə bir dimdik vurur. Yavaş-yavaş başqa bir aləmə qədəm qoyur və neynir? Yaşamağa doğru, həyat yaşamağa doğru meyl edir, addım atır. Gərək insanın da daxilində olan o dəyərli xüsusiyyətlər, dəyərli meyarlar sağlam gərək olsun ki, onun verdiyi fayda daha faydalı olsun. Allahdan istəyək ki, Allah Quran və Əhl-i Beyt xatirinə qəlbimizdə olan müsbət faydaları özümüzlə yanaşı cəmiyyətə fayda verməlidir, hamımızı müvəffəq eləsin inşallah. Vəssalamu aleykum və rəhmətullah və barakatuh.